Salam, hörmətli izləyicilərimiz. Xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində gözəl 3 mərtəbə 11 otaq 4 sot torpaq sahəsində inşa olunmuş Qubcalı, paket Qubcalı gözəl həyət evimizi sizlərə təqdim edirik. Masazır qəsəbəsində yerləşir. Əla bir kompleksin yaxınlığında yerləşir. Yaxınlıqda məktəb, bağça, müxtəlif növ yaşayış obyektləri mövcuddur. Əsas odur, şəxsi öz istifadəsi üçün hal-hazırda yaşayışlı olan, gözəl dözümlü, gözəl tikili olan bir evimiz. 4 sot torpaq sahəsindədir. Gördüyünüz bu hissə qəşəng bağ hissədir. Bax, burada da əlavə bağ hissəmiz var. Birinci mərtəbə, deməli 3 mərtəbə həyət evimizdir. Birinci mərtəbəyə də aşağıdan çıxış var. Ayrı-ayrı 2 ailə də, 3 ailə də rahatlıqla yaşaya bilər. Ata, oğul, ata, qız, bax belə desək, oğul, gəlin, valideyn bir yerdə də ayrı-ayrı da yaşaya bilir. Burada da bağ hissəmiz var, gözəl tikilisi var aşağıda görürsünüz. Sanitar qovşağı var, kombi otağı ilə bir yerdə evin dörd bir tərəfinə keçib hərəkət etmək mümkündür. Gözəl tikili evimiz. Bax, burada ehtiyatlı su çənimiz var. Bu ərazidə su daim, qazı, işığı, suyu, həm də sayğacları mövcuddur. Mərkəzi kanalizasiya birləşdirilmiş mərkəzi kanalizasiyası var. Monolit beton əsas odur, özü şəxsi istifadə üçün inşa elədiyi bir evdir. Çox gözəl tikili. Burada da bağ sahəsi var. Ev sahibəsi burada həyat üçün, ev üçün olan lazımı tərəvəzləri burada yetişdirə bilir rahatlıqla. İndi isə digər əraziləri göstərim. Əsas odur, kupçası var, hörmətli izləyicimiz. İpoteka şərtlərinə tam uyğun vəziyyətdədir. Bax, burada da aşağıda düşürsən, burada da kanalizasiya mövcuddur, görürsünüz. Burada da çardağı var, üzüm bağı var. Burada sanitar qovşağı, birinci mərtəbənin girişi buradan. Mən evin ikinci mərtəbəsindən düşəcəm. Evin də arxa hissəsində görürsünüz, keçid var. 3 mərtəbə ev, normal, qanuni 3 mərtəbə ev, monolit beton. 2 ədəd balkonu var. Həyətin ön hissəsinə keçək. Maşın darvazası var, maşın girən həyəti var. Əsas olur, pəncərələri bütün 4 tərəfdən dəmir barmaqlarla əhatə olunub. Əlavə 2 maşın, 3 maşın rahatlıqla girə bilir. Əl qapısı ayrıdır, hörmətli izləyicilərimiz. Bax, burada qəşəng metlaqla üzlənmiş həyət. Su üçün, əli tutmaq üçün su qoyulub. Darvaza hissəmiz, bax, bu da evimizin ön hissədən görünüşü, gözəl formalı. Evimizin qiyməti 225 min manatdan satışa çıxıb. Real müştərilərə əlbəttə ki, endirim mütləq olunacaq. Gözəl evimiz. İndi isə evimizin daxil hissəsinə keçim. Gözəl evimizi sizlər üçün təqdim edim. Deməli, evimizin ikinci mərtəbəsinə daxil olduq. Birinci mərtəbə aşağıdan başlayıb girib göstərəcəm sizə. Qəşəng qanuni pilləkanı var. Bax, bu evimizin giriş hissəsi. Döşəmə isitməli. 11 otaqlı həyət evimiz. Gözəl, yekə, zövqlü, təmir olunmuş otaqlara malik, böyük otaqlara malik olan evimiz. Mən ilk öncə ikinci mərtəbədən başlayayım, hörmətli izləyicilərimiz. Burada otaqlarımız var. Deməli, evimizin belə desək, 3-cü mərtəbəsindən başlayayım sizlər üçün. Geniş hola malik. Burada 4 yataq otağı, bir balkon, sanitar qovşaqlarla ayrı-ayrı olmaqla 4 otaq, böyük hol, fakt var. İstəyir-istəyimi kombidir, bir otaqlardan sizlərə göstərim. Bu bir yataq otağımız, 20 kvadrat, 4'ün 5'e, çox geniş formada görürsünüz. Bu bir otağımız, 18 kvadrat. Evimiz əşyalı əşyasız da satıla bilər. Ev sahibinin əsas odur. Danışıq olarsa, real müştəri olursa danışmaq olar. Hol hissəmiz qəşəng, pilləkanımız fıstık ağacı. Burada da 20 kvadrat böyük yataq otağımız yerləşir. Qəşəng formada təmirli. Çox təəssüf, bu otaq şəxsi əşyalar olduğu üçün çəkə bilmirəm. Orada 20 kvadratlıq böyük otaqdır. Bu da balkon hissəmiz. Qəşəng formada, gözəl. Burada fakt 4 otaq, birinci mərtəbədə
3 otaq, aşağı mərtəbədə isə 4 otaq yerləşir. Bu hamam otağımız, bu isə sanitar qovşağımız, hörmətli izləyicilər. İndi isə birinci mərtəbəni çəkim. Hörmətli izləyicilərimiz, bu isə evimizin birinci mərtəbə hissəsi. Burada 4 otaq burada da yerləşir. Ayrıca bir evdir. İkinci mərtəbəyə qalxmadan burada da yaşayış var, hal-hazırda yaşayış var. Bax, burada görürsünüz 50 kvadratlıq salon hissəmiz. Hündürlüyü də ki normal 3 metrdən artıq hündürlüyü var. Taxta ilə gözəl işləməli afşipka olunub, 50 kvadrat döşəmə laminat. Bu birinci mərtəbədə olan, ayrı giriş olan salonumuz. Burada bir otağımız yerləşir. Bu da 18 kvadrat, gözəl. Burada da bir otağımız var. Bu da 20 kvadrat, rahat yaşayış var burada da. Bu da bir otağımız, hörmətli izləyicilərimiz. Bu da qəşəng formada, hal-hazırda da yaşayış var. Burada da sanitar qovşaq hissəmiz var. Bax, bu cür qəşəng sanitar qovşaq hissəmiz də var burada. Rahat 2 ailə, 3 ailə bu evdə yaşaya bilər. İndi isə evin orta mənzilindən, orta mərtəbəsindən başlayırıq. Deməli, ikinci mərtəbə. Deməli, sizə deyim, birinci mərtəbədə 4 otaq, ayrıca sanitar qovşaq. Üçüncü mərtəbədə 4 otaq, ayrıca sanitar qovşaq, balkon. Və birinci mərtəbədə isə bir yataq otağı, salon, mətbəx, sanitar qovşaqla ailə olmaqla yerləşir. Bax, burada da yenə 40 kvadratlıq salon hissəmiz. Geniş, gözəl, fərah, təmiz. Əsas odur kupcalı, əsas odur şəxsi ev. Yaşam üçün şəxsi ev, salon hissəmiz. Və ikinci mərtəbədə olan, deyək birinci mərtəbə deyək də belə bir şey. Bir ədəd də yaşlılar üçün yataq otağımız 18 kvadrat. Evdəki super təmirdir, təmir tələb etmir. Sanitar qovşaqları da göstərim. Mətbəxi sonunda sizlər üçün təqdim edəcəm. Burada da ki, sanitar qovşağı ümumi keçid, deməli, bir çamaşırxana hissəmiz, döşəməsi isitmə, bir hamam otağımız, qəşəng təmirli, bir ədəd isə 2 kvadratlıq sanitar qovşaq hissəmiz. Belə hörmətli izləyicilərimiz, söz sizdə, diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Evimiz 4 sotda, Masazın əla bir yerində yerləşir. Çıxarışı kupçası var, 11 otaq, qiymət isə 225 min manatdan təklif olunur. Real müştərilərə endirim mütləq olunacaq.